Verilişin baş sponsoru Kalsi D3 Nikamed. İdman həkimi, fizioterapevt Fərid Səlimovun sponsorluğu ilə Ay Həkim verilişinə baxırsınız. Ay Həkim devam edir dostlar. CBC Sport'a baxırsınız. Studiyada Doktor Tutu Zeynalovadır. Bugün veyplərdən, elektron siqaretlərdən, onların orqanizmimizə verdiyi zərərdən danışırıq. Qonağımız Elmi Tədqiqat Ağciyər İnstitutunun həkim pulmonoloqu Günay xanım Əliyevadır. Günay xanım, biz reklamlara keçid almadan öncə danışırdıq hansı orqanlara zərər verir və qeyd elədik ki, ağız boşluğu, burun, gözlərimiz, daha sonra hansı orqanlarda görürük. Məsəl üçün, veyp çəkəndən sonra deyə bilərikmi, qırtlaq xərçəngi ilə, ağciyər xərçəngi ilə müraciətlərin sayı artıb. Necə dəyərləndirirsiniz ümumi vəziyyəti bu mövzuda? Ümumilikdə, bəli, ağciyər xərçənginin yaranma riskləri arasında birbaşa birinci etioloji faktor olaraq siqaret və siqaret məhsullarının, tütün məhsullarına istifadə durur. Bütün tütün məhsulları ki, bura daxildir ənənəvi siqaretlər, elektron siqaretlər, veyplər, nargilələr, pirolar, bunlar hamısı daxildir bura. Bu tip maddələr həm qırtlaq xərçəngindən və ağciyər xərçənginin yaranma riskini artıran maddələrdir. Sadəcə xərçəngini deyil, hər kəsi xərçəng etməz, amma tənəffüs yollarımızla qarşılaşdığı zaman bronxit, ağciyərin xroniki obstruktiv xəstəliyi, uzun müddətli istifadə zamanı, ağciyərlərin kəskin zədələnməsi deyil, bunlar xronik xəstəliklər, bronxial asma tutmalarının kəskinləşməsi, ehtimalının, meyliliyi olan şəxslərdə ehtimalının artması, bilirsiniz, uşaqlıq dönəmi bronxial asmalar bəzən müəyyən müddətdən sonra artıq simptomlar verməməyə, remissiyaya girməyə başlayır. Həmin bu şəxslər elektron siqaretlər, veyplər və ya ənənəvi siqaretlər, tütün vasitələrindən istifadə etdikləri zaman yenidən onlarda aktivləşmə, kəskinləşmələrin artması görülür. Və ağciyərin xronik obstruktiv xəstəliyi demişkən demək istəyirəm ki, özü özlüyündə kifayət qədər geniş yayılmış bir patoloji haldır və birbaşa olaraq pasiyentlərin 95%-i tütün vasitələrindən istifadə edənlərdir. Digər bir yerdə qalan faizi tüstü ilə, tozlu iş şəraitində çalışanlar və s. hissəsinə düşür. Böyük bir hissə 95% düşür bu insanların hesabına. Günay xanım, bir də bir qrup insanlar var ki, misal üçün, mən hətta anamla toplayanda soruşuram ki, tütün istifadəsi varmı, siqaret çəkirsənmi? Yox. Sonra soruşuram, spirtli içki necə istifadə edirsənmi, hə və ya yox deyir. Və soruşanda ki, qəlyan çəkirsənmi? Deyir, hə. Yəni, onlar düşünürlər ki, qəlyanın bu, ümumiyyətlə, tamam başqa siqaret deyil. Və iddia edirlər ki, doktor, mən ildə bir dəfə gedirəm, ağciyərlərimi yoxlatdırıram, heç nə olmur, dostum siqaret çəkir, onda problem var, mən qəlyan çəkirəm, məndə problem yoxdur. Və iddia edirlər ki, qəlyan zərərsizdir. Bax, bu mövzuda gəlin açıqlama gətirək ki, hər kəsə aydın olsun. Qəlyan, yəni nargilə dediyimiz, qəlyan dediyimiz, özü geri qalmır. Əmin ola bilərlər ki, heç bir tütün vasitəsindən geri qalmır zərərləri. Hələ əlavə zərərləri də var. Hətta daha yüksək dozada qəbul edirik nikotini. Yüksək dozada qəbul edirik. Onun həmin o istifadə olunan hissələri, təmizlənməyən hissələri var. Onlar əlavə infeksiyon agent daşıyırlar. infeksiyon faktor daşıyırlar və vərəm daha çox təhlükəsi xəstələrdə rast gəlinən hallardır. Bunlar praktik rast gəlinən hallardır ki, sırf o yoluxma mənbəyi olaraq görülə biliblər və tütün vasitələrinə daxildir bu da. İzləyicilər də bilsinlər, o tütün vasitəsidir və qəlyan istifadəsi də öz-özlüyündə və bilin ki, ağciyərlərinizi yoxlatdırmaq kifayət deyil. Dırnaqlarınızı da gələk yoxlatdırasınız, saçınızı da yoxlatdırasınız. Çünki tütün istifadə edən insanlar, elektron siqaret olsun, vaping olsun, qəlyan olsun, onlar bizim saçımızın, saç tökülməsindən tutun, dəri qırışlarının artması, qocalma, pigmentasiyanın pozulması, dırnaqların tez-tez qırılması, mədə bağırsaq sistemindən qastrit şikayətlərinin olması, sadəcə kardiovaskulyar sistemdən şikayətlərin olması, birbaşa olaraq bu vasitələrdən istifadə edən insanlarda düşünün. Dumanlı beyin. Bəli, insan qəbul etdiyi andan belə, veypi çəkməyə başladığı andan belə yoxlama aparmışlar, ürək ritmləri artır. Ürək ritmlərinin artması nəyə gətirir? Koronar spazmların artmasına. Meylliliyi olan bir şəxsin tez bir zamanda miokard infarktusu keçirmə səbəbidir.
arterial təzyiqdən əziyyət çəkmə səbəbidir. Ürək spazmlarından, hətta ən yüngül halda ürək spazmlarından, sancılarından əziyyət çəkmə ehtimalıdır. Və bilirik ki, bugün dünyada bir çox hallarda bu ürək döyüntülərinin çox olması özü başlı başına ikincili bir faktordur, problemli faktordur. Və gəldik beyin hissəsinə. Burada iki qrupa ayıraq. Əgər insan nə qədər gənc yaşında istifadə etməyə başlayırsa, bilirsiniz ki, beyin inkişafını 25 yaşında tamamlayır deyək ki. 25 yaşına qədər çox aktiv bir şəkildə inkişafı gedir beynin. Və əgər sizin yeniyetmə dövründən bir başlayan tütün anamneziniz varsa, bu sizin qavrama və beyin inkişafınızı ləngidən faktordur. Birbaşa olaraq onların iş qabiliyyətinin zəifləməsi, öyrənmə qabiliyyətinin zəifləməsi, diqqət pozğunluğu, diqqət cəlb eləyə bilməmək pozğunluğu yaradır və böyük bir təhlükəyə səbəb olur əslində. Düşünün ki, 14-15 yaşında bunlara başlayan birisinin 25 yaşında beyin fəaliyyəti gəlib yaşlı bir insanın beyin fəaliyyətinə bərabər olarsa, bu nə qədər böyük bir itki deməkdir. Hər bir sahədə böyük bir itki deməkdir. Ona görə görünən və görünməyən tərəflərinə qarşı diqqətli olmaqda fayda var. Və bir də siqaret çəkən insanın yanında kimsə siqaret çəkəndə deyirlər ki, o yanındakına da zərərdir. Çünki o da pasiv siqaret istifadə edənə çevrilir. İndi görürük ki, deyək ki, ata bu veypi çıxaranda, ana öz iradını bildirəndə ki, uşağın yanında çəkmə, deyir ki, bu o siqaret deyil ki, bu yəni veypdir, bunun heç bir ziyanı yoxdur ətrafdakilərə. Misal üçün, maşında istifadə edirlər və yaxud hardasa restoranda istifadə edirlər veyplərdən. Doğrudan da veyp çəkənlərin yanında olan insana bu veypin zərəri yoxdur, yoxsa var? Yəni, onlar da pasiv çəkən qrupuna aid edilə bilərlər. Tamamilə yanlış düşüncədir. Yanındakilara da zərər var. Buxarlı olduğu üçün qapalı bir məkanda istifadə etdiyiniz zaman həmin o buxarın müəyyən hissəsi onlar da təmasda qaldıqları üçün təhlükəlidir. Xüsusən uşaqlar üçün təhlükəlidir. Uşaqların inkişafı üçün əqli geriliyin yaranması, dediyimiz kimi diqqət pozğunluğu, aktivlik və hiperaktivliyin yaranması hamısı üçün birbaşa zədələyici faktordur. Heç doğulmamış uşaq üçün belə zədələyici bir faktordur hamilələr üçün. Özlərinin istifadə etdiyi zaman hamiləlik dönəmində bu kimi vasitələrdən istifadə etmək təkrarlayan düşüklərə səbəb olur. Erkən fazadan, yəni uzun müddətli istifadə anomaliyalara səbəb ola bilir və bunlar öz təsdiqini tapıb doğulan övladların bronxial asma riski 1.5 dəfə çəkməyənlərdən yüksək olur. Aydındır, maraqlıdır. Misal üçün, siqaret çəkib sonra veypə keçənlər və ümumiyyətlə siqaret karyerasına belə demək olarsa veyplə başlayanlar arasında fərq varmı? Çünki hərdən soruşurlar ki, stajın nə qədərdir, neçə ildir siqaret çəkirsən deyirəm. Mən 10 ildir çəkirəm, yəni böyük qəhrəmanlıq edib bunlar indi 10 il siqaret çəkir. Bax, veyplə başlayan və siqaretdən veypə keçən və ya əksinə veypdən siqaretə keçənlər. Siqaretdən veypə keçənlər eyni zərərin içərisində fırlananlardır. Yəni, çox da bir fərqi yoxdur. Amma heç çəkməyib, direkt veyplə başlayanlar, onların kəskin zədələnməklə üzdə qalma ehtimalı çoxdur. Daha çoxdur. Bəli. O da belə çıxır ki, veyp siqaretdən daha təhlükəlidir. Təhlükəlidir. Çünki onun istifadə müddəti daha artıqdır. Bilirik, biz asıllıqdan danışanda, biz bu vasitələrin ən böyük zərərini nədə bilirik? Asıllıq yaratmasında. Asıllıq nədir? Asıllıq o maddənin səni idarə etməsidir. Sənin onu idarə etmən deyil. Artıq o səni idarə edirsə, tolerə edə bilmirsənsə, səni işindən ayıra bilirsə, səni insanlardan ayıra bilirsə, sən asılısan. Biz onları necə tanıyırıq? Onlar öncələ təzə başladıqları dönəm, onlar daha cəsarətli, daha ürəkli, daha sanki böyük bir qələbə bacarmış kimi bir utanqaclıq hissi itir, daha cəsarətli olurlar. Daha sonra başlayır onun ikinci mərhələsi. İkinci mərhələsində artıq onlar başlayır əksinə, mənfi dinamikaya getməyə. Onlar başlayırlar daima gözü siqaretdədir, tütündədir, veypdədir. Hər ortamda veypi çıxardıb istifadə edir, söhbətdən aralanır, işini yekunlaşdıra bilmir. İşi, demək olar ki, işi görməli olduğu, yəni burada iş dediyimdə ümumi bir qavramdır. Deyək ki, istər bu xanım ola bilər, istər kişi ola bilər, hər biri üçün onu görməli olduğu məşğuliyyətindən ayıra bilir. Bu gəlir onun asıllığına. Niyə bu qədər sürətli asıllıq verir? Əslində deyərdim ki, asıllıq verə bilən maddələrin içinin ən təhlükəlisi nikotindir. Çünki o qəbul olunanın 7 saniyə sonra beyinə çatır. Beyinə çatıb rahatlama dopamin sintezini artırır və insanı ondan asılı edir o döngüdən. Çünki insan proqramlanmış bir insandır hər birimiz üçün. Deyək ki, biz şokolad yediyimiz zaman özümüzü xoşbəxt hiss edirik. Onu yeyib hiss eləməyimizə 3 dəqiqə vaxt lazımdır.
Amma veyp çəkib nikotin sintez edib oradan dopamin buraxması 2 dəqiqə, 1 dəqiqədir. Hansı daha qısadır? İnsan beyin nəyin zərərli olduğunu bilmədiyi üçün onu istəyir. Biz də kontrol elə bilmədiyimiz üçün, davamlı olaraq qəbul etdiyimiz üçün artıq oluruq ondan asılı və başlayır öz fəsadlarını görməyə. Nikotinli və nə qədər də desələr ki, bizdə tütün yoxdur, bizdə yanma məhsulu yoxdur, bizdə isidilmədir, bizdə qızdırılmadır, bizdə yanma məhsulu yoxdur, bilməm 250 Selsiyə qədər qızdırıb. Bunlar hamısı sadəcə olaraq şəkil dəyişmiş, ənənəvi siqaretin şəkil dəyişmiş hallarıdır. O, onun hamısını eyni bir ailə içərisində birləşdirir. Onsuz da FDA-da, yəni 2011-ci ildə bunu elan etdi və aşkar etdi. Bu bir vasitə deyildir. Düzdür, onlar nə qədər desələr də ki, biz bunları siqaret çəkməyən insanlar üçün deyil. Bunlar siqaret çəkib siqaret ata bilməyənlər insanlar üçündür. Bu çox yanlış bir düşüncədir. Sanki veyplə siqareti atacaqlar. Qətiyyən bu belə deyil. Bunlar bir marketinq tələsidir. Onların məqsədləri bu istifadəsinin artmasıdır. Lakin bu istifadənin artması sağlamlıq üçün ciddi zərərləri var. Dediklərimiz xırdalar da əslində. Düşünsək ki, insan bir 10 il müddətində bunları qəbul edir. Həm özünə, həm yanındakinə, həm sadəcə də qadınlar üçün deyil. Kişilərin də reproduktiv funksiyalarını aşağı salır. Sonsuzluğa gətirir. Keyfiyyətsiz spermatozoidlərin olmasına, bu da anomaliyalı uşaqların doğulmasına, qadının yanında istifadə etdiklərini, yəni birbaşa olaraq gələcək nəsli təhlükə altına qoymuş olur. Nəinki təkcə insanın özünü. Gələcək nəsli belə təhlükə altına ata bilir. Günay xanım, belə bir söz soruşum sizdən. Belə bir sual verim daha doğrusu. Veyp çəkən qadınlar, hamilə qadınlar, süd verən analar, burada məsələ nə yerdədir? Burada məsələ çox ciddidir. Çünki biz hamiləyə, süd verən anaya bilirsiniz, normalda zahalıq 40 günə qədər hesab olunsa da, geniş qlobal mənada 1 yaşa qədər, uşağın 1 yaşı olana qədər, 1 il olana qədər doğuşdan ana və uşaq arasındakı bağ çox sıxdır. Və bu sıx bağ və həmin bu dönəmdə ananın istifadə etdiyi hər bir şeydən, süd vermə dönəmində olan ananın istifadə etdiyi hər bir şeydən körpədə zədə görür, zərər görür. Hamiləlik dönəmində istifadəsi varsa, pasiv və ya aktiv olaraq olmasına asılı olmayaraq, birbaşa hamiləlik üçün təhlükədir. Erkən fazada düşüklərin olmasına, gecikmiş fazada uşağın beyin qabığının inkişafının formalaşmasına, doğulduqdan sonra uşağın hiperaktiv, əqli pozğunluğunun olması, digər psixogen problemlərinin olmasının səbəbi olaraq göstərilir tütün vasitələrindən istifadə. Digər dönəmdə uşağın həmin ortamda təsirlənməsi uşağın gələcək inkişafını birbaşa mənfi təsirinə qoyur. Düşünün ki, veyplərdən, elektron siqaretlərdən, tütün vasitələrindən istifadə bizim yerli immun sistemini zəiflədən bir faktordur. Və süd verən ana, zahı qadın, hamilə qadın, immun sistemi onsuz da müəyyən qədər zəif hesab olunur. Daha qorunmalı, onlara böyük obşusvalarda olmağı tövsiyə eləmirik. Çox insan olan hissələrə getməyi, yaxından təmas olması, getməyi tövsiyə etmirik. Və bu şəxslərin qəbul etdikləri tütün vasitələri onların immun sistemini biraz zəiflədərək onların infeksion agentlərinə qarşı zəif edir. Və bunlar hamiləlik dönəmində infeksion hadisələrinin, infeksion proseslərinin həkimlərə müraciətlərinin sayıları daha çox olur digərlərinə nisbətən. Və bu da aparılıb, gözləmlənib, sübut olunmuş hallardır. Həmin uşaqların erkən uşaqlıq dövründə pnevmoniya riski daha yüksəkdir. Və gələcəkdə uşaqların seçiminə də təsir edir. Çünki hamiləlik planlaşdırılan dövrdə, hamiləlik zamanı ananın qida seçimləri, hətta mayalanmadan bir neçə həftə, bir neçə ay öncə atanın qida seçimləri belə gələcəkdə uşağın qida seçimlərinə təsir edirsə, yəni ola bilər ki, gələcəkdə qarşımıza elə çalışmalar çıxacaq ki, bu veypin, nikotinin istifadəsi də gələcəkdə uşağın da siqaret çəkən biri olma ehtimalını artırır. Bəs varmı elmi çalışmalar ona dair ki, deyək ki, hamiləlikdən öncə xanım deyək ki, veyp istifadəçisi olub və sonra hamiləlik baş verib. Əgər hamiləlik dövründə saxlayıbsa, dayandırıbsa, bu təsir təbii ki azalır. Amma yenə də risk varmı ki, hamilə problem yaşayacaq və ya gələcəkdə doğulan uşaqda problemlər olacaq? Tutu xanım, bu çox mübahisəli bir məsələdir. Sadəcə mübahisəli də deyil.
bu tip insan faktoru azdır. Sayı olaraq azdır. Bir tədqiqat aparmaq üçün siz də bilirsiniz ki, kifayət qədər orada sayı olmalıdır və gözlənilən, izlənən müddət olmalıdır. Bu tip qadın öncə çəkən, sonra buraxan qadın sayısını tapmaq və onları izləmək bu çətin bir məsələdir. Zərərin, ziyanın harasından dönsəz kardır, atalar sözümüz var, çox gözəl sözdür həqiqətən. Bunu elə biz bu tütün vasitələrinə şamil edə bilərik. Tütün vasitələrini harada atsanız xeyri vardır. Amma 2-60 qadını müqayisə etdiyimiz zaman təbii ki, burada baxmaq lazımdır ki, o nə qədər müddət istifadə edib, gündə nə qədər istifadə edib, istifadə etdiyinin öz orqanizminə təsiri nə qədər olub. Yəni, incə nüanslarla dəyərləndirməlidir. Əlbəttə, yaxşı olar ki, heç olmasın. Hətta indi Ramazan ayındayıq və Ramazan ayında əslində yaxşı bir fürsətdir. Əgər oruç tutursunuzsa, siz 13 saat siqaretsiz, tütünsüz qala bilirsinizsə, deməli ki, Ramazandan sonra da tütünsüz yaşaya bilərsiniz, tütünsüz bir həyata dəvətimizi qəbul edə bilərsiniz ki, hərçənd bəzən müəyyən məkanlarda görürsən ki, orucunu açır və dərhal kişilər qaçır çörə siqaret çəkməyə, qadınlar da çıxardır o veypləri. Tam toxunmaq istədim yerə dəydim. Bəli, o zaman siz paylaşın fikirlərinizi mənim yaralı yerimdir. Həqiqətən, mən sizə deyim ki, əgər 13 saat qala bilirsə, ona görə tütün vasitələrindən uzaq durmaq iradə məsələsidir. İradəniz olmalıdır. 13 saat qala bilir, amma açan kimi suyun ardından siqaret çəkir. Bəli, sanki bir hədəfdir onun üçün. Ona görə əslində belə hədəflər olduğu üçün müalicəsində də, yəni əslində ondan azad olmaq o qədər çətin deyil insanların gözündə böyütdüyü qədər. Bəzən insanlar özlərini inandırırlar ki, mən ondan ayrı qala bilmərəm. Mən işim etibarı ilə və müraciət edənlərin bir çoxu tütün vasitəsi istifadə etdiklərinə görə imkanım olduğu qədər, vaxtım çatdığı qədər onlarla siqaret və siqaret vasitələrindən uzaq durması mövzusunda danışıqlar aparıram. Bir çoxunun uzaqlaşmasına nail ola bilmişik, bəzilərində nail ola bilməmişik və bunun fəsadlarını aktiv olaraq görə bilmişik. Və pasientlərə hər zaman deyirəm, dinləyicilərimizə də deyək, azad olmaq mümkündür, azad olmaq yolları var. Xüsusi olaraq tütün vasitələrindən, istər elektron siqaretlərdən uzaq olmaq üçün 3 etaplı bir deyək ki, farmakolojik var, qeyri-farmakolojik metod var. Mütəxəssislə yəni. Və hətta bunları müqayisə ediblər. Farmakolojik nədir? Bunlar nikotin əvəzedici terapiyalardır deyək ki. Bu nikotin əvəzedici terapiyalarla elektron siqaretləri müqayisə ediblər. Məsələn, ənənəvi siqaret çəkən insanlarla müqayisə ediblər ki, nikotin əvəzedici terapiya alanlar daha tez siqaret atıblar. Nəinki veyplərə keçənlər. Və bu da onların özünün müdafiə etdikləri sloqanı yanlışlayıb. Ona görə müalicəsinə qərar verən kimi başlamaq tövsiyə olunur və ailə dəstəyi tövsiyə olunur. Və son bir dəqiqəmiz qalıb. Mən istəyirəm bir məsələyə də toxudum ki, xarici ölkələrdə, xaricdə biz belə bir təcrübə var, siqaret atma xətləri var. Azərbaycanda necə, varmı belə bir xidmətimiz? Misal üçün, siqareti atmaq istəyən insan kimə müraciət etməlidir? Bəzən doğrudan bilmirlər kimin yanına getsinlər. Psixoloqa gedirlər, psixiatra gedirlər, pulmonoloq axırda yadımıza düşür niyəsə. Məncə birinci yada düşməlidir, amma axırda yada düşür. Lakin biz həkimlər olaraq, istər kardiovaskulyar xəstəliklə məşğul olanlar, istər pulmonoloji məşğul olanlar, buna yerimizdə hər birimiz çalışırıq. Lakin xüsusi mərkəzlər çox tək-tək bildiyimcə var. Dövlət proqramı varmı, məlumatım yoxdur, düz informasiya verə bilməyəcəm. Qaynar xət bilmirsiniz, var yoxsa yoxdur? Bilmirəm. Lakin biz özümüz hər bir pasientlə bunun üzərində çalışırıq. Vaxtımız olduğu qədər ayırmağa çalışırıq kifayət qədər. Bunu bilirəm, çünki cəmiyyətimizdə və kolleqalarımızdan hər zaman bu söhbətini eləyirik. Təşəkkür edirəm sizə ətraflı məlumat üçün. Əziz tamaşaçılar, bugün Ay Həkimin qonağı Elmi Tədqiqat Ağciyər İnstitutunun həkim pulmonoloqu Günay xanım Əliyeva idi. Bugün veyplərdən, elektron siqaretlərdən, onların zərərlərindən danışdıq. Son olaraq təşəkkür etmək istəyirəm verilişimizin baş sponsoru Ştada şirkətinə. Günə 3 fincanan artıq kofe içirsinizsə, hamiləsizsə, süd vermə dönəmindəsizsə, siqaret, veyp istifadə edirsinizsə, bundan əlavə spirtli içkilərdən istifadə edirsinizsə, o zaman sizin kalsium ehtiyacınız daha çoxdur və kalsium döyüş nikamet, portağal və limon dadlı çeynəmə tabletləri sizə təqdim olunur. Ştada şirkəti tərəfindən kalsium döyüş nikamet 25 ildən artıq mövcuddur və sınanmış bir preparatdır. Hamilələr və 3 yaşdan yuxarı uşaqlar istifadə edə bilər. Laktozsuzdur, istifadəsi də rahatdır. Elə yeri gəlmişkən, baxın,
Bugün veyplərdən danışırdıq ki, bəli, siqaret çəkən insanlarda da biz müxtəlif vitamin, mineralların defisitini yaşayırıq ki, bu haqda da gələn dəfə yəqin ki, söhbət edərik Günay xanımla, qismət olsa sizlə, qismət olmasa başqa bir qonaqla. Digər sponsorumuz İdman həkimi Fərid Səlimovdur. Böyük Britaniya təsirli İdman həkimi Fərid Səlimov müasir fizioterapevtik yanaşma ilə sizin xidmətinizdədir. Diziniz, onurğanız, çiyiniz, əzələləriniz ağrıyırsa, daha tez və müasir idman yanaşması ilə sizi Dr. Fərid Səlimov müalicə edə bilər. 055 318 83 94 nömrəsinə zəng etməyiniz kifayətdir. Bizi izlədiyiniz üçün sizə təşəkkür edirəm. Bugünlük bu qədər. Sağlamlığınızı sağlam ikən qoruyun. Verilişin baş sponsoru Kalsi D3 Nikamed.